Harada sülh, təhlükəsizlik və sabitlik ehtiyacı yaranırsa, ilk ağla Türkiyə Silahlı Qüvvələri gəlir. Misyas xəbər verir ki, bunu Türkiyə Milli Müdafiə Nazirliyinin sözçüsü Zeki Aktürk, Türk əskərlərinin Ukraynaya göndəriləcəyi ilə bağlı yayılan şayələrə münasibət bildirərkən deyib. O bildirib ki, bu, Türkiyə Silahlı Qüvvələrinin resursları və imkanları ilə yanaşı, effektivliyinin, çəkindiriciliyinin və nüfuzunun ən mühüm göstəricisidir. Birincisi, Rusiya ilə Ukrayna arasında atəşkəs yaradılmalıdır. Daha sonra aydın missiya tərifi ilə missiyanın çərçivəsi müəyyən edilməli və hər bir ölkənin nə dərəcədə töhfə verəcəyi müəyyən edilməlidir. Türkiyə Silahlı Qüvvələri regionumuzda təhlükəsizliyi və sabitliyi təmin edəcək istənilən təşəbbüsə töhfə verməyə hazırdır deyə Aktürk vurğulayıb. Daşqın Həsənov, Seyranə Quliyeva, Heydər Həsənli, Missiya TV.